Salam, bu gün fərqli şəkildə bişmə qəndi hazırlayacağam. Fərqliliyi ondadır ki, tez qatlaşıb, tez rəngini dəyişib, tez hazır olacaq. Daha saatlarla bişirməyə ehtiyac yoxdur. 1 kiloqram şəkər tozuna 1 litr süddən istifadə edəcəm. Lakin südü az-az əlavə edəcəm. Hamısını bir dəfəlik əlavə etməyəcəm. Kiloqram şəkər tozunu qaba əlavə etdikdən sonra üzərinə 1 stakan südü də əlavə edib qarışdırıram. Ta ki rəngini dəyişib qatlaşdıqca südünü stakan əlavə edəcəm. Artıq burada qatlaşıb rəngini dəyişib 1 stakan yenə süd əlavə etdim. Süd qaynadıqca köpürürdü deyə qabımı dəyişdim. Çalışın hündür qab istifadə edin. Burada da sonuncu stakanını da əlavə edib dayanmadan qarışdırdım. Çalışın əlinizi saxlamayın, çünki dibi yapışa bilər. Sonra üzərinə 200 qram xırda-xırda doğranmış qoz və 1 paska vanil əlavə etdim. Artıq görürsünüz rəngi nə gözəl dəyişib. Əgər qaba əlavə edəndə parça-parça olursa, deməli artıq hazırdır. Duru şəkildə tökülürsə, deməli bərşiməyəcək, hazır deyil. Artıq burada da görürsünüz, qaynamağından parça-parça püskürür. Tavanı yağlayıb qaba əlavə edirəm. Sonra isə soyumağını gözləyirəm. Artıq bərşiyib qabdan götürürəm. Rahatca da yağladığım üçün çıxdı qabdan. Sonra isə doğramağa başladım. Nə sualınız varsa verə bilərsiniz. Yorumlarda sizi gözləyirəm. Evdə bişirən hamıya nuş olsun. Dadı da, ətri də çox möhtəşəm idi. Burada da qalınlığını göstərirəm sizə. Hardasa məndə 1 kiloqram şəkər tozu və 1 litr süddən 2 kiloqrama yaxın qənd əldə etdim. Evdə bişirən hamıya nuş olsun.